Allahın adı. Canım ay Həsən. 10 ildən sonra. Elibala məktəbi budur ha. İndi 10 ildən sonra gəlibdi. Qoy görək. Qoy görək. Elibala məktəbində olan bunu öyrədən nələr var, nələr yoxdur. Zaten mən alım. Nə tərsən ay Həsən? Yəni mən belə deyim da, nağara ifa eləmək, yəni bu indiki cavanlardan sağ qalmayıbdır. Səndən onlara qalıbdır. Çünki sən gələndə, yəni onlar balaca uşaqlar idi hamısı. Bir dənə rəhmətli Turalla Allah rəhmət eləsin. Hə, indi bir qoş şapalarımız sal içində də nə öyrən istəyir. Elibala məktəbi Gəncə budur. Mən həmişə demişəm, yenə sözümün ağasıyam. 10 ildən sonra yenə gəldi, öz ifasını elədi. Yəni, görülən işlər hamısı göz qabağındadır. O, sən kimsən, mən bilmirəm, orada deysən, Elibala məktəb, belə bir məktəb yoxdur. Var. Sən gəl bura, sən gör nələr görəcəksən. Eldəniz müəllimi yaşayış yeri, Gəncə şəhər iş yerimizdən, Yolçular Mədəniyyət Sarayının qapısı, xalqın bağlarının üzünə çıxdı, biz hazırıq qəbul eləyək. Nə bilirsə də tələbələrlə paylaşaq. Sən qadanı mən olaram, ay Həsən.